Azərbaycan sadəcə coğrafi bir məkan deyil, o həm də ürəkləri birləşdirən, fərqli dillərin, mədəniyyətlərin, adət-ənənələrin bir-birinə hörmətlə yanaşdığı bir məmləkətdir. Burada Azərbaycan türkləri ilə yanaşı talışlar, ləzgilər, avarlar, saxurlar, tatlar, udinlər, kürdlər, ruslar, gürcülər və daha neçə azsaylı xalqlar qardaşlıqla yaşayır. İzləyəcəyiniz bu sənətli filmdə Azərbaycanda yaşayan kürdlərdən danışacaq. O kürdlərdən ki, onlar illər boyu bu torpaqlarda öz musiqisini, dillərini, adət-ənənələrini qoruyub saxlayıblar. Cəmiyyətin bir parçası olaraq fəaliyyətlərini davam etdiriblər. Bu filmdə kürdlərin həyatı, yaşamı, tarixi və mədəni dəyərləri haqqında danışacaq. Araşdırmamız 4 fəsli, qış, yaz, yay və payız aylarını əhatə etdi. Yolumuz Bakıdan başlayaraq Azərbaycanın bir çox bölgələrinə qədər uzandı. Kürdlər əsrlər boyu Yaxın Şərqin dağlarında, vadilərində və düzənliklərində yaşamış ən qədim xalqlardan biridir. Sual yaranır, tarix boyu çoxsaylı sınaqlardan keçmiş Kürd xalqının tarixi kökləri haraya dayanır? Onların vətəni haradır? Yunan-Ərəb mənbələrinin, Avropa, Rus və Sovet alimlərinin yekun rəyinə görə Kürdlər Şimali Mesopotamiya ovalığının şimalında, Zagros dağlarının ətəklərində ən qədim zamanlardan yaşayıblar. Hal-hazırda elə dünya kürdlərinin 80%-dən çoxu məhz həmin regionda yaşayırlar. Dövlət kimi götürsək, Türkiyə dövlətinin cənub-şərq hissəsində, İraq dövlətinin şimal hissəsində, İran dövlətinin şərq hissəsində, Suriya dövlətinin şimal-şərq hissəsində. Kürdlərin əsas yaşadığı bölgə ümumən Kürdistan adlanır. Bu bölgə bir hissəsi bugünkü Türkiyənin ərazisinə düşür, bir hissəsi İraqın, Suriyanın və İranın ərazisinə düşür. Və Kürdlərin ümumən qədim dövrdən, özə Kürdlər mən sizə deyim ki, oturaq xalq olurlar. Yəni bir var köçəri xalqlar, bir də var qədim dövrlərdən bir yerdə məskunlaşan xalqlar. Hətta qədim Şumer əlyazmalarında belə Kürd xalqının o bölgədə yaşaması haqqında kifayət qədər məlumatlar var. Kürdlərin Azərbaycandakı varlığı yüzilliklərin dərinliyinə qədər uzanır. Onların bu torpaqlara köçünü konkret olaraq bir tarixi dövrlə əlaqələndirmək olmaz. Lakin Kürdlərin Azərbaycana köçü əsasən Səfəvilər dövrünə, yəni 16-cı əsrə dayanır. Müxtəlif dövrlərdə bura köçürülmələr də olub. Bunun bir hissəsi xüsusilə Şah İsmail Xətainin, məsələn, Səfəvilər dövründə, Şah İsmail Xətai deməyək, Təhmasibin dövründə də köçürmələr olubdur. Sonra 1700-cü illərdə də Azərbaycana gələnlər olub, amma Azərbaycanda qədim dövrdən, hətta Şəddadilər dövründə belə Azərbaycanda yaşayan kürdlər də var. Və bunlar bir neçə tarixi dövrlərdə biz Azərbaycanın qədim yaşayan kürdlərlə bərabər, eyni zamanda sonraki dövrlərdə bura köçən kürdlərlə, eyni zamanda Azərbaycan xalqı ilə qaynayıb qarışıb bir yerdə yaşayır. Nadir Şahın vaxtında bəzi döyüşkən Kürd tayfaları döyüşmək üçün köçürülüb Azərbaycan ərazisinə. Hətta Dərbənd sərhədinə qədər Kürd tayfaları döyüşçülərini aparıb yerləşdiriblər və Dərbəndin Rus tayfalarından, yürüşlərindən qorunmasında Azərbaycanlarla birlikdə həmin Kürd tayfaları da. Tarix boyu Kürdlər at belində böyüyüb, əllərində silah olub, həmişə də döyüşkən olublar. 20-ci əsrin ortalarında, xüsusilə 1937 və 1944-cü illərdə SSR rəhbərliyinin qərarı ilə minlərlə Kürd ailəsi Qərbi Azərbaycandan Orta Asiya respublikalarına, əsasən Qazaxıstan və Özbəkistana deportasiya edildi. Bu deportasiyalar siyasi etibarsızlıq və sərhəd təhlükəsizliyi bəhanəsi ilə həyata keçirilirdi. Kürdlər bir gecədə doğma yurtlarından didərgin salındı, həyatları alt-üst oldu. Bu sürgün nəticəsində onların demoqrafik strukturu pozuldu, mədəni irsi ciddi zərbə aldı. Lakin bütün çətinliklərə baxmayaraq Kürd xalqı yaddaşını, dilini və kimliyini qorumağa davam etdi. Keçmiş Sovet İttifaqında 500 mindən çox Kürd yaşayırdı və bu Kürdlərin də böyük əksəriyyəti yaşayırdı Azərbaycan, Gürcüstan və Ermənistan ərazisində. Qarabağ hadisələri ilə əlaqədar Ermənistandakı kürdlər hamısı 18 min nəfərdən çox qovalandılar Azərbaycanlılarla eyni vaxtda. Nə üçün eyni vaxtda? Çünki Ermənistanda yaşayan müsəlman kürdlərin hamısı bir nəfər kimi
Azərbaycan kəndlərində, yəni tarixi Azərbaycan kəndlərində Azərbaycanlılarla birgə yaşayırdılar. Ona görə Azərbaycanlıları oradan deportasiya edəndə istər 18-ci ildə, istərsə də 88-ci il hadisələrindən sonra Kürdləri də eyni vaxtda Azərbaycanlılarla birgə qovalayıb deportasiya ediblər. Və Kürdlər bir qismi 88-ci ildən sonra Orta Asiya respublikalarına, bir qismi Rusiyanın Krasnodar vilayətinə gedib, böyük bir qismi də Azərbaycan ərazisinə gəlib. Buradakı öz qohumlarının yanına gəliblər. Azərbaycanın tanınmış yazıçılarından biri, Kürd xalqının dəyərli ziyalısı və el ağsaqqalı Əhməd Həpo 1934-cü ildə Qərbi Azərbaycanın Qəmərli rayonunun Şırran kəndində anadan olub. O 4 yaşından ailəsi və yaxınları ilə birlikdə 10 il keşməkeşli sürgün həyatı yaşayıb. Lap uşaqlıqdan repressiya dövrünün acı mənzərəsinin və nəticəsinin şahidi olub. 10 il sonra böyük çətinliklərdən sonra Bakıya, daha sonra isə Qərbi Azərbaycana qayıdıb. Təzdən Qərbi Azərbaycan önə qayıtdılar. Ermənistana Beydibasar kəndi, Xalisə kəndində yerləşdilər. Hər həftə İrəvandan evə gəlirdim. Bir gün anam məndən xahiş elədi, dedi ki, oğlum, məni apar bizim kəndin, Şıran kəndinə. Orada bulaq var. O kəndə gedim, o bulağı bir ziyarət edeyim. Gəldik bulağın başına. Bulaq dağdan su axır, şırşır. Elə bizim kəndin adı da oradan qalır, Şıran. O bulağın şırşırından qalır. O gəldi bulağın üstünə. Bulağı da biraz dəyişiblər. Ayağını bu tərəf, o tərəfdən su belə axır. Əyildi bulaqda əl üzünü yudu. Bir ovucda su içdi. Onda onun burnundan qan açıldı. Mən bir evlat kimi çox narahat oldum. İstədim anam tərəfə belə gedəm. Əlini qaldırdı, dedi ki, dur yerində. Bu xəstəlik qanı deyil oğul. Bu həsrət qanıdır. O deyir, dədəm dedi, atamgilin evi Ağrı dağın ətəyində, Araz çayın o tayında. Dedi, bax, görürsən o kəndə bax, Arazın o tayında tüstü gəlir. Bir gün bizim kətdə, yəni ata 14 yaşında, 15 yaşında ailə oradan ərə gedib belə çıxmışdı. Onlar büyük paltar günü yeyirlər. İndi mənim bu burnumun qanı bu arxdan gedib Arazda qarışacaq. Onlar da paltarı yeyir. Mənim Üso qardaşımın əl dəsmalını gətirirlər, orada yeyirlər yəqin. Onu aparacaqlar evə, qurudacaqlar. Dəsmalı aparıb Üsoya verəndə, Üso o dəsmalını burnuna aparanda deyəcək, ey aman, bu dəsmalı qoyun yükün başına, yük müqəddəs sayılır. Onu saxlayın, burada bacım Gülüstanın iyi gəlir. Kürdlər uzun illərdir ki, Azərbaycan xalqı ilə birgə, çiyin-çiyinə yaşayaraq sevinci də, çətinliyi də birgə bölüşüblər. Bu yaxınlıq zamanla dildə, adətlərdə və gündəlik həyatda böyük oxşarlıqlar yaratdı. Assimiliyasiya prosesi dövlət siyasəti ilə deyil, eyni zamanda qardaşlıq münasibətləri və birgə yaşamın təbii nəticəsi kimi baş verdi. Kürdlərin bir çoxu Azərbaycan dilində danışmağa başladı, lakin bu onların iç dünyasında Kürd kimliyinə olan bağlılığı zəiflətmədi. Onlar həm Azərbaycanlı oldular, həm də öz Kürd kökənlərini sadiq şəkildə qorudular. Ümumi yaşam prinsipləri formalaşıb və bu günləri yaxın şərqdə yaşayan xalqların bir-birinə eyni zamanda antropoloji baxımdan da, yəni fizioloji baxımdan da oxşarlıqları çoxdur. Xüsusilə də Kürdlərlə Azərbaycanlıların, yəni fizioloji, antropoloji oxşarlıqları da var. Özə kifayət qədər çoxdur. Digər xalqlarla fərqli olaraq, yəni bu aparılan tədqiqatlar da göstərir ki, üz quruluşudur, sonra üz rəngidir, saç rəngidir, yəni müəyyən xüsusiyyətlərinə görə Azərbaycanlılarla Kürdlərin bir-birinə oxşarlığı çoxdur.
8-9-cu əsrdən bu xalq artıq bir-birinə qaynayıb qarışıb və heç vaxt tarix boyu bir-birinə ögey gözlə baxmayıblar, doğma gözlə baxır bir-birinə. Ailənin yarısı Kürdlü, yarısı Azərbaycanlı. Burada nətər ögey doğmalıq olsun? Kürdlər saylarına görə Yaxın Şərqin 4-cü ən böyük etnik qrupudur. Kürd sözünün qədim dillərdə mənası pəhləvan, mərd deməkdir. Dünyada kürdlərin sayının dəqiq rəqəmləri müxtəlif mənbələrdə fərqlidir. Lakin ehtimala görə onların ümumi sayı 30-45 milyon nəfər aralığındadır. Azərbaycanda isə 2019-cu il siyahıya alınma nəticəsində kürdlərin sayı təxminən 4100 nəfər göstərilib. Kürdlərin Qarabağ və Zəngəzura böyük köçü 1807 və 1816-cı illəri əhatə edir. 1897-ci il siyahıya alma zamanı Zəngəzur uyezdində 1800 Kürd yaşayırdı. İrandan köç edən kürdlərin əksəriyyəti indiki Laçın, Qubadlı və Kəlbəcər rayonlarında məskunlaşır. Qarabağ müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində bu bölgələrin Kürd əhalisi də ata-baba yurtlarından didərgin düşür. Həmin vaxt evlərini məcburi şəkildə tərk edən kürdlərin əksəriyyəti Ağcabədi rayonunda məskunlaşır. Laçın rayonunun Qarakeçdi, Şeylanlı, Ağbula, Katoz, Kamallı, Çıraqlı kəndlərindən olan kürdlər Ağcabədinin Taxta Körpə ərazisində məskunlaşdılar. Bu da əbəs yerə deyildi. Çünki Sovetlər dönəmində adlarını qeyd etdiyim bu kəndlərin qışlaq yeri məhz Taxta Körpə ərazisi idi. Onlar qış aylarında kolxozun mal qarasının qoyunlarını bu əraziyə gətirirdilər. Ona görə də kürdlər məskunlaşdıqları obalara vaxtilə Laçında yaşadıkları kəndlərin adını verdilər. Bununla da kənd cəmiyyəti, yəni həmin kəndlərin adlarını qeyd etdiyim bu kəndlərin sakinləri həm də öz tarixi kəndlərinin adını qoruyub saxlamış oldular. – 2011-ci ildə Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən Taxta Körpə ərazisində müvəqqəti məskunlaşmış məcburi köçkünlərin mənzil məişət şəraitinin yaxşılaşdırılması üçün yeni qəsəbələrin salınmasına start verildi. Burada 645 ailə üçün 3 qəsəbə inşa edildi. 2019-2020-ci illərdə isə kürdlərin kompakt yaşadığı Qarakeçdi obasından 245 ailə, Şeylanlı obasından isə 155 ailə Qarakeçdi və Şeylanlı qəsəbələrinə köçürüldü. Hər il 50-dən 60-dan yuxarı şagirdimiz ali məktəblərə qəbul olunur. Baxın, bu çətin şəraitdə, heyvandarlıq şəraitində, heç bəlkə də Bakının mərkəzində elə məktəblər az-az tapılar ki, oradan bir o qədər şagird ən yüksək məktəblərə, mən o aşağıları nəzərdə tutmuram. Bu sadə bizim dünya, o xaricdə oxuyan
beynəlxalq səviyyədə təhsil alan şagirdlərimiz var. Gedib orada təhsil alırlar. Dövlətin inkişafından, dövlətin bizə göstərdiyi dəstəkdən, qayğıdan çox razıyıq. Çünki dövlət olmasaydı heç biz özümüzü yaşada bilməzdik. Nəinki balalarımızı, nəinki övladlarımızı. Qəsəbədə olan insanların əsas məşğuliyyəti heyvandarlıqdır, maldarlıqdır. Qışda qabaq bizim üçün çox çətindir. Çünki gedirdilər yaylaqları Daşkəsəndən, başqa rayonlardan, Yardımlıdan, Xızıdan pulla alırdılar. Amma indi şükürlər olsun, Cənab Prezidentin, Ali Baş Komandanın səyi nəticəsində torpaqlarımız işğaldan azad olundu. İndi hamısı yayda, yaylağımıza gedir, öz yaylaqlarımıza gedir. Çox geniş, çox məhsuldar yaylaqlarımız var. Həmin yaylaqlarda getsəniz, minlərlə qoyunçuluqla, maldarlıqla məşğul olan insanla rastlaşacaqsınız. Biz Azərbaycanlılarla bir yerdə uzun əsrlər yaşadığımıza görə, qız alıb qız verdiyimizə görə toylarımızda da, yaslarımızda da bir yaxınlıq var, bir oxşarlıq var. Amma bizim fərqli cəhətlər də var. Məsələn, toylarda at çappa var, toylarda qabaq, indi kömmə siz bilmirsiniz nədir. Sazın altında bişirirdilər kömməni, onu yağla yerdin, qovurma qatırdılar. Başqa ədviyyatlar qatıb bişirirdilər. O başqa yerlərdə yox idi o kömbə. Sonra bizdə qavıt deyirdilər. Buğdanı qovururlar, buğdadan çəkirlər, onunla ərzaq kimi istifadə edirsən, bəlkə dünyanın ən ləzzətli yeməklərindəndir. Toylarımızda qabaq bizim qadınlar heç biri yaşmaqsız gəzmirdi. Əvvəllər indi müasirləşiblər, hamısı bu müasirliyə qaçırlar ki, yox, belə olmalıdır. O yaşmağın özündə bir həya vardı, bir ismət vardı, bir abır vardı. Ağcabədinin Taxta Körpü ərazisində yaşayan Aşıq Təbriz Axundov öz ailə ocağında bizi böyük mehribanlıqla qarşıladı. Aşıq bizə həm öz yaradıcılığından, həm də bölgədəki kürdlərin folklor yaddaşından danışdı. Aşığın səsi və ifası filmin ruhuna xüsusi bir istilik qatdı. Çakvara baba tündü, çakvara baba tündü, Pişta xardabi xardab, pişta xardabi xardabi. Raya habine defsin, Raya habine defsin, Xune sardabi sardab, Xune sardabi sardab. Əlqəmə el həvəsiylə, şeir yazır qüdrətiyle, şirin-şirin söhbətiyle ürəklərə daman kürdəm. Yapıncı uzundur deyə, yapıncısı Duman Kürdəm onları vermişdi. Kürd elədir, Kürd sədaqətdə, vicdanda, mərdlikdə, qoçaqlıqda. Ola bilər qoçaqlıq deyəndə bütün millətlərin qoçağı da var, zəifi də var. Kürdün zəifi də qoçaqdır. Kürdün yaşadığı deyil, buzlu şərbət içir çeşmə başında, dağların qoynunda ovası Kürdür. Pirani qocalar belə söyləyir, deyirlər Şirəmi babası Kürdür. Kürdün yaşadığı ərazi, relyef, iqlim, dağ zonaları olur. Dağlıq olur. Dağ zonalarında həm iqlimin sərtliyi, soyuqluğu, kontinentallığı, həm relyefin Kürdlərin mərd olmağa məcbur edir. Təbiət Kürdlərin mərd yetişdirir. İlahi qüvvələr Kürdlərin yaşadığı mühit bunları yetişdirir. Mənbələr məlumat verir ki, Kürdlər işğallardan qurtulmaq üçün dağlara çəkiliblər. Tədricən dağlıq ərazilərdə daha geniş şəkildə məskunlaşıblar. Kürdlərin əsas məşğuliyyəti tarixən heyvandarlıq və kənd təsərrüfatı olub. Onlar dağlıq və yarımtəpə ərazilərdə qoyun, keçi saxlayaraq həyatlarını təmin ediblər, torpağa bağlı yaşayıblar. Əkin-biçinlə məşğul olaraq əllərinin zəhməti ilə sadə həyat qurublar. İlk əkinçiliklə məşğul olan xalqlardan biri, bu yaxın və orta şərqdən söhbət gedir, Kürdlər olublar. Buranın yerli əhalisi olublar. Ondan sonra onlar tədricən heyvandarlıq
regionlarına, yəni dağlar, Zagros dağlarına, indiki Türkiyə arasındakı dağlara doğru hərəkət eləyiblər. Kürd dili 4 əsas dialektdən ibarətdir. Azərbaycandakı kürdlər isə əsasən Kurmancı və Sorani dialektlərində danışırlar. Elə kürdlərin ədəbi dili də məhz bu 2 dialektlə inkişaf edib. Bölgələrə görə tələffüz və söz istifadəsində fərqlər olsa da, bu dialektlər Kürd xalqının ortaq ruhunu daşıyır. Nə qədər fərqli səslə danışsalar da, hamısını birləşdirən eyni tarix, eyni kimlikdir. Hər dialekt bir bölgənin yaddaşı, bir nəslin səsidir. Bəziləri az göçəli eləyir ki, Kürdlər assimilyasiya. Bu Kürdlər assimilyasiya olmayıb, bunu hökumət dövlət eləməyib. Bu təbii qaynıb qarşıma gedir. Evləniblər. İndi mənim özüm Kürdəm. Atam Kürddür. Düzdür? Kürd əlifbasını yazmışam. Amma mənim həyat yoldaşım Azərbaycanlıdır. Gəlinim, iki gəlinim var. Biri Talışdır. Biri yarı Azərbaycanlıdır, yarı hissəsi, yəni babasının anası Almandır. Kürd dili zaman-zaman müxtəlif əlifbalarla yazılıb. Ərəb, latın və kiril qrafikası bu dilin taleyində iz buraxıb. Azərbaycandakı kürdlər isə əsasən Sovet dövründə kiril qrafikasından istifadə ediblər. 89-cu illərin axırları, 90-cı illər əvvəllərində bu demokratiya ilə, aşkarlıqla əlaqədar hələ yəni Azərbaycan müstəqilliyi əldə etməmişdi. Bu xalqların hamısının müstəqilliyi, azadlıq söhbəti ortaya çıxanda, yəni bu Azərbaycanda da deməli azsaylı xalqların Azərbaycanda qədimdə yaşayan yerli xalqlar. Yəni kürdlər, talışlar, tatlar, ləzgilər, avarlar. Bax bu xalqların ana dilində tədris təşkil eləmək tapşırıldı Təhsil Nazirliyinə. O vaxt Maarif Nazirliyi adlanırdı. Və o vaxt mən də Bakıda işləyirdim. Elmi Tədqiqat İnstitutunda elmi işçi işləyirdim və mənim Kürd olduğumu və Kürd dilində təmiz danışdığımı bildiyimi nəzərə alaraq məni də dəvət elədilər. O qrupa işçi qrupu yaradıldı. İşçi qrupu yaradıldı. O xalqların hamısının nümayəndəsindən və bu işçi qrupa tapşırıldı ki, bir il müddətində öz xalqınızın dilində əlifba kitabını yazın, fən proqramı və əlifba. Kürd dilində mənə həvalə elədilər. Əvvəlcə proqramı yazdım Kürd dilində. Yəni Azərbaycanın kürdlər kompakt yaşayan kəndlərində tədris etmək üçün. Üstündə də yazılıb ibtidai siniflər üçün Kürd dili proqramı. Sonra əlifbanı yazdım. Bizim yazdığımız bu yeni əlifba müstəqil Azərbaycanın məktəbləri üçün ki yazdı. 92-ci ildə yazıb ərsəyə gətirdik. Ondan sonra çap prosesi bir qədər ləngidi. 92-93-cü hadisələri başladı. Müharibə sonra bir qədər o çap uzandı. 96-cı ildə nəhayət onu çap elədilər. Azərbaycanda Kəlbəcər, Qubadlı, Laçın, ən çox da Laçın və Kəlbəcər rayonlarında kürdlər kompakt yaşayan yerlərdə. Bir də Samux rayonunun Seyidlər kəndi və Qədili kəndi, Naxçıvanın Dərə kənd. Bax bu kəndlərdə həmin Kürd dili bizim hazırladığımız əlifba əsasında və proqram əsasında tədris olundu. Kürdlər müxtəlif ənənə və inanclara malik icmalardan ibarətdir. Müxtəliflik onların mədəni həyatını daha rəngarəng edir. Bu icmalardan biri də Yezidi kürdlərdir. Onlar əsasən şifahi ənənə, mifoloji motivlər və müqəddəs varlıq olan mələk tavus inancı ilə seçilirlər. Müsəlmanın qılıncı onlara çatmadı. Onlar müsəlmanlığa qəbul edilməyən kürdlərdir. Babalarımız, atalarımız, analarımız, ədədənələrimiz hamısı birdir. Onlar günəşə sitayiş edirlər. Ən qədim zamanlarda olduğu kimi. Ataşpərəstlər də günəşə sitayiş edirdilər. Günəş onların Allahıdır. Onlar Allah haqqı demir. Allah sözü onlarda yoxdur. Onlar günəş haqqı deyir. Bir də onların mələkləri var. Mələk Tavus. Tavus quşunun öz totemləri Tovuz quşudur.
Mələk Tovuzun cəddi haqqı deyirlər. Günəş haqqı deyirlər. Yəni o din yerli dinlər ki vardı qədim dövrlərdə bilirsiniz də. Onlardan biri atəşpərəstlik, digər yəni təbiət qüvvələrinə sitayiş dövrünün dinin qalıqlarıdır. Bu günə qədər də gəlir. Yəni onlar tarix boyu heç bir dinə qoşulmayıblar, qəbul eləməyiblər. Onlar müsəlman kürdlərinə heç vaxt qız verməyiblər, bu gün də vermirlər. Qəti şəkildə, qəti ola bilməz. Amma son dövrlərdə, Sovet dövründə şəhərdə yaşayan bəzi Yezidi kürdlər özləri ermənilərlə evlənsə də, yəni başqa millətdən evlənmək də olmaz onların kişilərinə. Məsələn, kürdlərdən olmaz, müsəlman kürdsə. Yezdi kişisi də ancaq Yezdi ilə evlənməli idi. Sovet dövründə Ermənistanda yaşayan, şəhərdə yaşayan bəzi Yezdi kürdlər, o alimlər, elmlə məşğul olanlar, onlar erməni qızları ilə evlənirdilər. Amma kürd qızlar müsəlmanla yox. Çünki müsəlmanla evlənsəydilər, onları öldürərdilər. Müsahibim Bayram Apoyevdən tez-tez adları çəkilən və eşitdiyimiz kürd tayfaları haqqında bir qədər əhatəli bilgi verməsini istəyirəm. Zilan kəndi var, Zəngilan rayonunda, Zilan kəndi. O kənd Zilan kürd tayfasının adıdır. Zilan tayfasını Qubadlıda, Laçında o tayfanın bir neçə yaşayış məskənləri olub. Bir şair də var da, Kürdəm şeirini düz tanıdığına qardaşım, o da sən deyən həmən Kürdəm, Koroğlular nəsilliyəm, Həcər südü əmən Kürdəm. Bir qonaq gəl bizim yurda, Kərəm Sadın çalmış orada, bir tərəfi Zəngəzurda, bir tərəfi Zilan Kürdəm. Zəngəzurun yaxınlığında Zilan kəndi var. Bir tərəfi Zəngəzurda, bir tərəfi Zilan Kürdəm. Bu məşhur Kürd mahnısı ki var. Bax orada da o Zilan sözü çəkilir. Ona görə də bəzi savadsız adamlar elə bilirlər ki, bu Zilan kürdləri tamam başqa şeydir, Əcəmi kürdlər başqa şeydir. Əcəmi kürd nədir? Əcəm bilirsiniz də, İraqi Əcəm var idi, İraqi Ərəb var idi. Əcəm İran ərazisində yaşayan Azərbaycanlılara deyirlər kürdlər. Bizim kürdlər, müsəlman kürdlər, Naxçıvanda, Ermənistanda yaşayanlar Azərbaycanlılara Əcəm deyirlər. Azərbaycanlılar da kürdlərə Əcəm deyirlər. Türklər farslara Əcəm deyirlər. Farslar nə bilim başqa bir Əcəm deyirlər. Bu mən bunu araşdırmışam, tam olaraq mənbə göstərə bilmərəm, amma bu ərəblərin müsəlmanlığı qəbul edəndən sonra ərəb olmayıb müsəlman olanlara verdiyi bir addır. Əcəm mən bildiyimə görə səhv eləmirəmsə yad deməkdir mənası. Yad. Yəni bu ərəb deyil, yad millətdir, amma müsəlmandır. İndi bunu da biz bir-birimizə deyirik. Tutaq ki, Kürt Türkə deyir, Türk Kürdə deyir, o Farsa deyir bir-birinə. Amma əslində ərəb hamımıza bunu deyibdir. Yəni mən bu şəkildə bilirəm bunu. Mənim araşdırmalarımdan belə bir nəticəyə gəlmişəm. Novruz bayramı biz Azərbaycanlılar kimi Kürd xalqının da ən sevimli, əziz və qədim bayramlarından biridir. Novruz bayramı Kürd xalqının öz mədəniyyətini, adət-ənənəsini, şifahi xalq ədəbiyyatını və folklorunu bugünədək qoruyub saxlamasında çox önəmli rol oynayır. Bu bayram həm də hər iki xalqın, Kürd və Azərbaycan xalqlarını birləşdirən ən gözəl dəyərlərdən biridir. Kevire
Kürdlərin folkloru zəngin xalq yaradıcılığı, qədim dastanlar, ağılar və rəngarəng rəqslərlə doludur. Bu folklor nəsildən nəslə şifahi yolla ötürülərək xalqın yaddaşını, acılarını və ümidlərini qoruyub saxlayıb. Dənkbeş adlanan söz ustaları illərlə dağlardan, ayrılıqdan, sevgidən və mübarizədən oxuyublar. Hər mahnı, hər nağıl Kürd xalqının ruhunun səsi, keçmişə tutulan işıqdır. سلام گوتم والدین خودم گوده چوم دیار بکیدی ده یا 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 haylal Kürd qadınları ən çox folklorla məşğul olublar. Uşaqlarını folklor nümunələri ilə tərbiyələndiriblər. Heç Kürd dilində heç bir kitablar çap olmayanda, məktəb olmayanda, ən qədim zamanlarda və Kürdlərdə mahnıları xüsusi janrları var. Kürd xalq mahnılarını. İndi Azərbaycanda var da Kürd xalq mahnısı. Amma Kürdlərdə xalq mahnılarının bir janrı var ki, o şərq xalqlarının heç birində yoxdur. Məsələn, nədir o? O janr nədir? Kürd xalq mahnılarının. Onlara klame siyara deyirlər. Klame siyara. Siyar süvari deməkdir. Süvari mahnıları. Süvari mahnıları. Süvari mahnıları nəyə həsr olunur? Müharibələrə, döyüşlərə, xalqların qəhrəmanlığına, o qəhrəmanlıq dastanları ayrı şeydir, ha. Yüzlərlə, minlərlə süvari xalq mahnısı var Kürdlərdə, Kürd dilində. Yəni, hər bir mahnı bir hadisəyə, yəni döyüş hadisəsinə, bir igidin qəhrəmanlığına həsr olunur, mahnı dilində. Rəqslərimiz var, onların da daha qədim olanları var, müasir dövrdə yazılanları da var. Hətta elələri var ki, remix formasında eləyirlər, biraz müasirləşdirirlər. Hər bir xalqın musiqisində yaxşı pis cəhətlər axtarmaq olar, amma bizim musiqilərimiz daha çox şən musiqilərdən ibarətdir. Nə mənada? Bizim daha doğrusu rəqslərimizdə. Mən çox toylarda oluram, yəni məclislərdə oluram. Bizim məclislər bir başqa olur, çox maraqlı olur. Bütün zal ayaq üstü olur. Yəni toy başlayandan qutarana qədər hamı ayaq üstü olur, hamı rəqs eləyir. Və bu rəqsdə də əsasən o birlik rəmzidir. Yəni bu günləri ki, bu barmaqları bir-birinə tutub ki, o qovendi biz deyirik, o birlik rəmzidir. Kürd folklorunun bayatlarını Azərbaycan bayatlarına bəzədirəm. Ondan heç geri qalmır. Qaç ki qurban sarra bərra, sal heşinə jibəcnə tərra. Nəçə dəri mala bavi mıra, nəzər xrabız bəcnə tərra. Tərcüməsi belədir, ay qız, alır, şal geyibsən, amandır. Atamgilin evinin qabağından gəlib keçmə, nəzər dəyər sənin boy buxununa. Qız da ona cavab verir. Xurdu qurban, bəzi hani, bəzi keyə, Pişəbər brabəyə, haçeçüyə, haçemaya qalandı minzərimi. Ay igid oğlan, o qoyun sürüsü kimin sürüsüdür? Qabağını bırax, gedən geçsin, qalan mən gözəlinin başlığı olar. Samux rayonunun Seyidlər kəndi Azərbaycanda Kürdlərin yaşadığı asaylı kəndlərdən biridir. Burada Kürdlər uzun illərdir birgə həyat quraraq öz adət-ənənələrini, dillərini qoruyub saxlayıblar. Bizim Seyidlər kəndinə gəlməkdə məqsədimiz isə burada yaşayan Kürd ailələrinin gündəlik yaşam tərzi, məişəti və məşğuliyyətləri ilə yaxından tanış olmaqdır. Burada kənd sakini Paşa Həsənovun qonağı oluruq. Kürd ailəsinə xas olan cəhətlərdən biri də qonaqpərvərlik, qonağa hörmətdir. Kürdlərin inamına görə qonaq Allahın göndərdiyi şəxsdir və onu qəbul etməyənləri Rəbb sevmir. Odur ki, qonaq Kürd ailəsinin ən yaxın üzvü sayılır. Kürdlər maddi imkandan asılı olmayaraq evinin ən ləziz nemətlərini qonaq üçün süfrəyə düzürlər. Qonağın evdən ac getməsi isə ev sahibi üçün böyük bir ayıb sayılır.
Birazın kəndindən 88-ci ildə Qarabağ məsələsində Azərbaycanlarla bir yerdə onlar ermənilər qavaladı, biz də çıxıb gəldik, onlar bir yerdə gəlmişik. Burada təsərrüfatla məşğulam. Dədə baba biz bu yolu biz də bu yolu davam edirik. Bakıda istəmirəm qalam, belə burada mənim üçün yaxşıdır. Kənddə yaxşıdır, xoşuma gəlir. Mal-qara ilə özümü saxlayıram. Yaxşıdır, vəziyyətimiz yaxşıdır. Dövlət bizə torpaq da veribdir. Özüm, nə deyirlər ona, torpaq payı almışam burada. Verib bizə baxmayaraq. Fərq qoymayıb da, indi sən Kürt, sən Azərbaycanlısı olma, bir yerdə millətin hamısına da verib, bizə də verib, içində bizi. Fərq qoymayıb bizə. Kürt mətbəxi dağların havasını, torpağın bərəkətini və qədim adətlərin dadını daşıyır. Ət, qurut, düyün, noxud və təbii otlar bu mətbəxin əsasını təşkil edir. Həmişə siz elərsiniz. Allah sizdən razı olsun. Allah köməyinizdə olsun. Siz belə çəkiliş yaparsınız. Haşlamadır, balıqdır, balıq haşlamasıdır. Çığırtmadır, biz də deyirik də, olsa kütək çığırtma deyil, biz Azərbaycan dili deyirik, sac xörəyimizdir. Kürdlərin qədimdən heyvandarlıqla məşğul olmaları onların mətbəxini də formalaşdırıb. Ət yeməkləri, xüsusilə qoyun və keçi ətindən hazırlanmış dadlı və zəngin təamlar süfrələrin əsasını təşkil edir. Azərbaycan multikultural dəyərlərə çox önəm verən bir ölkədir. Burada deməli bunun müxtəlif səbəbləri var. Birinci bu tarixən Azərbaycan xalqının nə qədər mehriban, digər xalqlara olan gözəl münasibətindən qaynaqlanır. Digər tərəfdən də ki, bizim ulu öndərimiz Heydər Əliyevin siyasi kursudur bu, multikulturalizm, deməli tolerantlıq, müxtəlif dini konvensiyaların, digər deməli xalqların, etnosların bir yerdə mehriban yaşama siyasəti. Bu gün özünüz də şahidsiniz ki, dünyada milli münasibətlərin nə qədər gərgin olduğu deməli bir dövrdə yaşayırıq və hətta Avropanın, dünyanın aparıcı demokratik dövlətlərində belə bu gün milli münasibətlərdə kifayət qədər deməli ciddi münaqişələr yaşanmaqdadır, konfrontasiyalar yaşayır, amma bu gün Azərbaycan və bizim ümumiyyətlə qələbələrimizin də kökü, bu gün Azərbaycanın tarixi qələbələrinin də kökündə olan əsas vahid ideoloji məqamlardan biri də məhz budur. Bu gün Azərbaycanda yaşayan bütün xalqlar hamısı Azərbaycan xalqı ilə bir yerdə düşmənə qarşı da birləşməyi bacarır və bunu və Azərbaycanın sevincini öz sevinci, kədərini öz kədəri hesab edirlər və bu prinsiplərin yaranması və bu prinsiplərin həyata keçməsi bu günləri Azərbaycanı dünyada bəlkə də digər inkişaf eləmiş ölkələrə nümunə olaraq göstərə biləcəyimiz bir ölkədir. El bilir ki, sən mənimsən, yurdum, yuvam, məskənimsən, anam, doğma vətənimsən, ayrılarmı könül camdan, Azərbaycan, Azərbaycan. Bu hissəni mən Kürd dilində tərcümə edib əlifbada vermişəm. El dizane duyamını, dünyamını diyamını, duymun ra röh u can, Azərbaycan, Azərbaycan. Bugün Azərbaycanda yaşayan kürdlərin yeganə dövlət tərəfindən qeydiyyata alınmış, rəsmi, yəni Ədliyyə Nazirliyindən qeydiyyata alınmış rəsmi qurumudur. Və status olaraq da, deməli, Ronay Kürd Mədəniyyət Mərkəzi status olaraq daha, yəni digər qeyri-hökumət təşkilatlarının eyni statusda deyil, kifayət qədər statusu yuxarıdır. Deməli, Ronay Kürd Mədəniyyət Mərkəzi əsasən Azərbaycanda yaşayan, deməli, kürdlərin mədəni, deməli, və eyni zamanda digər məsələlərinə, tək mədəni məsələlər deməyəm, mədəni, folklor burada gedir, sonra tarixi ənənələrinin qorunması, adət-ənənələrinin qorunması, milli mənəvi dəyərlərimizin qorunması, əsasən bunu hədəfləyən, deməli, bir mədəniyyət mərkəzidir. Dövlətlə də şübhəsiz ki, sıx təmasdayıq. Yəni, bugün Azərbaycanda, deməli, cənab prezidentimiz İlham Əliyevin sərəncamı ilə yaradılmış Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi var və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Azərbaycanda yaşayan azsaylı xalqların ümumi vahid, deməli, bir platformada birləşməsi üçün yaradılmış bir, deməli, mərkəzdir. Və həmin mərkəzdə Azərbaycanda yaşayan milli azlıqlar
deməli bir yerə yığışırlar və ölkədə gedən istər ictimai siyasi proseslər, istər mədəni proseslər fərqi yoxdur. Bütün bunlar bu proseslərin müzakirə olunması üçün bir platforma formasında hazırda fəaliyyət göstərir. Burada yaşayan bütün azsaylı xalqlara dövlət konstitusiyada konstitusion təminatlar verir. Bunun dilinin inkişafıdır, mədəniyyətidir, tarixidir, folklorudur. Bunların hamısı konstitusiyada göstərilir. Yəni ismi ilə göstərilmir ki, Kürdün tarixini inkişaf elətdirim. Yaşayan digər xalqların dilinin, mədəniyyətinin, tarixinin inkişafına dövlət təminat verir. Dövlət təminat verir. Bu konstitusiyada salıb. İctimai əsaslarla biz burada işləyirik. Bunun fəaliyyətinin canlanmasında təbii dövlət tərəfindən müəyyən şeylər var, amma biz işləməliyik. Əsas bizim üzərimizə çox yük düşür ki, biz bunu inkişaf elətdirək. Bu ziyalılardan söhbət gedir. Yəni Kürd olsun, ya Talış olsun, yəni başqa xalqların. İşləməkdə nədir? Dövlətin yaratdığı şərait, dövlətin verdiyi imkanların heç 100%-in yox, 30-40%-in eləsə çox böyük iş görmüş olurlar. Kürdlərin yaşadığı bölgələrdə huzur evləri yoxdur, qocalar evi olmur. Kürdlər heç vaxtı heç bir qocasın dünyasında atmaz. Bu onlarda bayaq dediyim aşirətçilikdən gəlir. Misal üçün, bu günləri bir nəslin içində bir yaşlı, hətta sonsuz yaşlı belə Kürd xalqının içində yaşayan o dünyasında onu heç bir yerdə, hansısa bir huzur evində tapa bilməz. Hətta bugün misal üçün, istər Türkiyədə, İraqda, İranda, Suriyədə Kürdlər yaşayan bölgələrdə bir dənə olsun qocalar evi yoxdur. Yəni, bütün bunlar hamısı bu millətin nə qədər mənəvi dəyərlərə malik olmasının göstəriciləridir. Belə tərənnüm eləyərdim. Bir sözlə, mərdimazar millət deyilik, uzun sözün qısası. Dünyada yeganə xalqdır ki, məğlubiyyəti ölümdə görür. Bir o söz həmişə yadımdadır. Bir də Əhməd xanının bir sözü var, onu indi bu Türkiyədə də çox işlədirlər. Sonunu düşünən qəhrəman olmaz. Kürdlər həqiqətən belə yaşayırlar, belə yaşayırlar. Azərbaycanlılar və Kürdlər əsrlərdir yanaşı yaşayaraq bir yurdun insanları kimi çətinlikləri birlikdə dəf ediblər. Bu qardaşlıq həm dilə, həm mədəniyyətə, həm də ürəklərə dərin izlər salıb. Qardaşlıq yalnız ortaq tarix deyil, həm də birgə yaşamağın, sevginin və əməkdaşlığın simvoludur. Odur ki, biz birik, birlikdəyik və birgə gələcəyə doğru addımlayırıq.